Bakı Kristal zalında Azərbaycan Memarlıq və İnşaat Universitetini uğurla bitirən tələbələrin məzun günü münasibətilə möhtəşəm və yadda qalan mərasim keçirilib. Təntənəli tədbirdə universitetin rəhbərliyi, professor müəllim heyəti, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, tikinti və sənaye sektorunun aparıcı şirkətlərinin təmsilçiləri, elm və ictimaiyyət xadimləri, məzunlar və onların valideynləri iştirak ediblər. Mərasimin açılışında çıxış edən Azmiyonun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova məzunları təbrik edərək bildirib ki, məzun günü gənclərin həyatında yeni mərhələnin başlanğıcıdır. Rektorun sözlərinə görə bu gündən etibarən universitetdə qazandıqları bilik və bacarıqları ölkənin inkişafına yönəltmək məsuliyyəti məzunların üzərinə düşür. Elm və Təhsil Nazirinin müavini İdris İsayev çıxış edərək Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndis və memarlıq təhsilində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, müasir dövrdə əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması dövlətin təhsil siyasətinin prioritetlərindəndir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov çıxışında Azmiyonun zəngin ənənələrə malik ali təhsil müəssisəsi kimi Azərbaycan elminə memarlıq və mühəndislik sahələrinin inkişafına mühüm töhfələr verdiyini bildirib. Tədbirin rəsmi hissəsində müxtəlif fakültələri fərqlənmə diplomu ilə bitirmiş tələbələr səhnəyə dəvət olunaraq diplomlarla təltif ediliblər. Rəsmi hissədən sonra tədbir bədii musiqili proqramla davam edib. Bugün Azərbaycan Memarlıq və İnşaat Universiteti 51-ci buraxılışını keçirir. Universitetimizi müxtəlif təhsil səviyyələrində 3000-dən çox, 3028 gənc bitirir. Burada həm liseyin məzunları var, həm İnşaat Kollecinin, bakalavraturanın, magistraturanın. Gənclərimizin içərisində xarici ölkələrin vətəndaşları da var. İkili diplom proqramlarının məzunları da var. Sabah qruplarının məzunları da var. Və biz bugün bu böyük bayramı qeyd edərək onların hamısını təbrik etdik və onlara gələcək həyatlarında, əmək fəaliyyətlərində böyük uğur arzu etdik. Ötən il universitetimiz 50 illik yubileyini qeyd etdi, çox təntənəli surətdə və biz bütün fəaliyyətimizə bir də nəzər saldıq, əsas nailiyyətlərimizi qeyd etdik. Bugünə qədər bizim universitet 50 il ərzində və qocaman fakültəmiz 105 il ərzində ölkəmizə 100 mindən çox mütəxəssis yetişdirir. Bizim məzunlarımız ölkəmizin bütün inşaat meydançalarında iştirak edir, ölkəmizin şəhərlərini, kəndlərini qurur və əslində bugünkü simasını yaradırlar.